Dyson daraqları. Orijinal təxminən $100 civarı qiyməti var. Temu versiyası 13 manat almışam. Öncəliklə buruq daraqlarından başlamaq istəyirəm. Görüntüsü birə-bir eynidir, materialı eynidir. Tək fərqi orijinal olan içərisində qızıl rəngdədir. Oh my god. Saxtasında isə narıncı rəngdə. Dərəmasına baxaq. Çox üzülürəm bu dəqiqə. Niyə? Saçım pozulur ona görə. Açmasında bir fərq var. Orijinal Dyson darağının bu hissəsi daha tündür, çünki bu özəl kolleksiya idi. Bu isə heç bilmirəm hansı kolleksiyadır. Və sap qismi bundan bir damcı Oh uzundur. my god. İçərisinin dizaynına qədər birə-bir eynidir. Keçirik daramağa. Bir də bunun elektrikləşməsinə baxın. Saça bastıranda belə eyni hissiyatdır ikisində də. Məndən olsa heç bir alması deyil, amma yenə də sizdən soruşmaq istəyirəm. Aradakı fərqləri və qiymət fərqini nəzərə alanda siz hansını seçərdiniz?